Bismillahirrahmanirrahim. Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. Allahümme salli ala Muhammedin ve ali Muhammed ve acil feracehum. O noktalardan biri bundan ibarettir ki Allah Teala ki burada qətl kəlməsi işlətmişdi və biz dedik ki bu qətl kəlməsindən məqsəd burada möminlər arasında olan bəhsdir, cərru bəhsdir və bundan başqa bir şey deyil. Burada məqsəd həmin cərru bəhs deyil. Bu qital-i əhl-i bəği bəhsi var ki, bu fiqdə olan bəhsdir ki, o kafirlər və münafiqlərlə olan döyüşlərə aiddir. Amma burada biz bir neçə dənə ki, təfsirdə şəriyi məsələlər ki, olubdur bu möminlər haqqında, bu əmr biməruf və nəhyəz münkər bəhsindədir. Yəni, yaxşılığa dəvət edib və pislikdən çəkinən bəhsdədir ki, burada bir neçə nöqtəyə işarə eləyək. Ondan biri budur ki, müsəlmanlar, möminlər içərisində iki dənə dəstənin davası olarsa, vacibdir ki, bir əmri vacib olur ki, hamı üçün, bütün möminlər, müsəlmanlar üçün bunlar arasında bir sülh yaradır. Bu bir hökmdür. İkincisi budur ki, sülh yaratmaq üçün, sülhün baş tutması üçün ən sadə bir işdən başlayır. Da arxasını davaya, döyüşə, cəngə gətirib çıxartmıyor. Sadə bir məsələdən başlayır və sülh yaranan. Və üçüncü məsələ budur ki, burada qanı tökülmüş, əgər bu döyüş əsnasında, dava əsnasında qanı tökülmüş insanlar ya malları hədər olmuş insanlar varsa, bu vacibdir ki, qaytarılsın sahibinə. Amma dördüncü məsələ bundan ibarətdir ki, əgər mən zalim tayfa olaraq mənə deyilir ki, sən burada düzgün hərəkət etmirsən, sən səhvsən, mən zülm eləyirəm, zülm etdiyim halda mənim malıma, canıma zərər gəlirsə, buna heç kim zamin deyil. Heç kim ödəməyəcəkdir. Bu da şərii məsələdir. Çünki zülmü mən və mənim tayfam eləyib və yaxud sən və sənin tayfan eləyib. Zülmü biz başlamışıqsa, bizim şərii baxımından malımız, canımız, bu zərərlər nədir? Ödənilməyəcəkdir. Bu da dördüncü məsələ. Və beşinci olaraq bu məsələdəki döyüş cərru bəhs olur və zalim tayfa haqqı qəbul eləməyə məcbur olur və belə bir halda əgər məsələn onlardan nəsə götürmüş olsa, düzdür bu döyüş deyil, məsələn cəng qənimətləri adlandıraq ya əsirlər. Ola bilər müvəqqəti onlardan 5 nəfər, 3 nəfər saxlayalar, ola bilsin onlardan bir şeylər götürülələr. Əgər belə bir şey olsa və sülhdə bərqərar olubsa, gərək haqqdır ki, onu geri qaytaralar və əsir götürdüyü əsirləri, o 5-3 adamı geri öz tayfalarına qaytarmış olarlar. Və bəzi vaxtda görsənir ki, hər iki tərəf də zülm eləyib. Bir qəbilə digər qəbilədən adam öldürüb və yaxud əşyalarını qarət eləyib və bu tayfa bir qəbilə digər qəbilənin əşyalarını qənaət eləyibsə və o da üzr istəyirəm, əgər müsadirə eləyibsə və bu zərər vurubsa, bu tayfa da difa vaxtı, özündən difa vaxtı əgər ona zülmünə qarşılıq veribsə, az çox qarşılıq veribsə,
o itirdiyi miqdar qarşısında haqqını alır. Yox, əgər hər iki tayfa zülmü başlayıbsa, yəni heç kəsə geri çəkilməyə razı olmayıbsa, hər iki tayfadan hər nə qədər şey ki, itki və zərər olsa, hər kəsin haqqı öz boynunda qalmış olur. Və ona görə də müsəlmanların vəzifələridir ki, hər iki quruhu islah eləsinlər. Hər iki quruhu islah eləsinlər. Əgər daha islah heç cür mümkün olmasa, da bir-birlərindən döyüş eləsələr, da o zaman Allahın hökmləri ilə gərək rəftar olunur. Ki, bu zamanda da artıq bu məsələnin sonu gəlir cihada çıxır. Məsələnin sonu cihada çıxdıqda nə olur? Cihad hökmləri aid olur. Hələ bura kimi dediklərimizin cihad hökmlərinə demək olar ki, bir aidiyyatı yox idi. Sadəcə əmr biməruf və nəhyəz münkər bəhsi idi ki, yaxşılığa dəvət və pislikdən çəkindirir. Artıq mömin olaraq mömin tayfalardan söhbət gedir. Əgər də artıq tayfanın biri imandan çıxdı, möminlikdən çıxdısa, artıq məsələ fərq eləyir və döyüşə çevrilir. Bu ayələrdə nəticə olaraq bu nöqtə və ikinci və axırıncı nöqtə bundan ibarətdir ki, İslamda qardaşlığın əhəmiyyəti. İslam dini qardaşlıq statusunu möminlərə verməklə qeyd etdiyim kimi ən böyük statusu möminlərə verdi. Deyir, insan insana nə qədər yaxın olsa deyər, dostum. Amma qardaşlıq o dostluqdan daha yüksək mərtəbədədir. Və ümumiyyətlə, Allah Teala bunu buyurmaqla innəməl mu'minunə ixvə demək istədi ki, İslam aləmi bir ailə kimidir. Və normalda ailə üzvləri bir-birinə zülm etmir. Siz də bir-birinizə zülm etməyin. Böyük bir dəyər verdi. Və burada bu dəyərləri dəyərləndirmək üçün bir neçə hədisi ki, nəql olunur, oxuyaq. Həzrət Rəsulullah buyurur ki, Əl-muslimu əxul muslim, lə yəzlimuhu və lə yəxsuluhu və lə yüsəllimuhu. Mömin, müsəlmanın qardaşıdır. Heç vaxt ona zülm etmir, heç vaxt ondan kömək əlini çəkmir və hadisələr qarşısında onu heç vaxt, belə deyək, tək qoymur. Və digər hədisdə Həzrət buyurur, Məsəlul əxəvəyni, məsəlul yədəyni, yəxsilu ihdahuma bil-uxra. İki qardaşın məsəli iki əl kimidir. Biri birini yuyəndə, biri də o birisini yuyur. Yəni, kömək, istitalət baxımından möminə daim kömək edir. İmam Sadiq əleyhissalam buyurur, Əl-mu'minu əxul mu'min. Kəl-cəsədul vahid iniştəka şeyən minhu vəcədə ələm. Zalikə fi sairi cəsədihi və ərvahuma min ruhin vahid. Buyurur ki, müminin qardaşıdır. Bir cəsəddə olan kimi. Necə ki, bir cəsəddə əl var, ayaq var, göz var, baş var. Biri ağrıyanda o biriləri də inciyir. Müminin qardaşıdır. Çünki deyir, bir ruhdan yaranıblar, vahid ruhdan yaranıblar. Biri narahat olanda o birisi də narahat olur. Həqiqi möminlik və qardaşlıq imam bu cür tərif eləyir. Və digər hədisdə yenə İmam Sadiq əleyhissalamdan nəql olunur ki, Əl-muminu əxul mumin. Müminin qardaşıdır. Eynuhu və dəliluhu lə yaxunuhu. Onun gözüdür, yol göstərənidir. Heç vaxt ona xəyanət etməz. Və lə yazlimuhu. Heç vaxt ona zülm etməz. Və lə yəğuşuhu. Heç vaxt onun başını qatmaz. Və lə yəiduhu idətən fəyuxlifuhu. Verdiyi vədiyə heç vaxt müxalifətçilik eləməz. Və sonuncu olaraq Həzrət Rəsulullahdan hədisi də qeyd edeyim. 5-ci hədisi Həzrət Rəsulullah buyurur ki,
Lil muslimu ələ əxihi səlasunu haqqan. Müsəlman qardaşı boynunda 30 haqqı var. La bəraətə ləhu minha illa bil ədai əvil əhv. Ki bu haqq ki qardaşlıq boynunda var, ya bu haqq bağışlanmaqla keçər və başqa bir səbəbi yoxdur. Və mən 30 haqqdan bir neçəsini oxuyuram. Biri budur, yəxfiru zəllətəhu. Əgər mömin görsə, mömin qardaşı biraz ayağı büdürədi, yəni biraz səhvlərə yolu verdi ona qarşı, onu bağışlayar. Yərhəmu əbrətəhu. Narahatçılıqlarını keçər. Və yəsturu ovrətəhu. Sirlərini örtər, eybli sözlərini örtər. Və yuqilu əthərətəhu. Sirlərini örtər, səhvlərini də bağışlayar, cobran eləyər. Və yəqbilu məzirətəhu. Üzürlərini qəbul eləyər. Gətirdi üzürü. Və ra yəruddu qeybətəhu. Yəni, mömin qardaş yanında olmadıqda həmişə onun yoxluğunda onu müdafiə eləyər. Və yudimu nəsihətəhu. Nəsihətini davamlı eləyər. Yəhfəzu xullətəhu. Və həmişə onu qoruyar. Xeyirxahlığını istər. Dostluğunu qoruyar. Əhdinə riayət eləyər. Xəstə olarsa onun yanına gedər ziyarətinə. Öldükdə təşyiğ cənazəsində iştirak eləyər. Onun dəvətini qəbul eləyər. Hədiyəsini qəbul eləyər. Sonra onun namusunu qoruyar. Hacətini, istəyini yerinə gətirər. Belə deyək, onun istəyinə icabətlər, yəni şəfaətini qəbul eləyər. Və hətta axsırıqda belə onun axsırığına təhiyyətlər. Estağfirullah filan, Allah günahlarını bağışlasın. Və bu kimi Həzrəti Rasulullah 30 xüsusiyyət sayır ki, mömin boynunda, müsəlman boynunda bu haqlar, bu xüsusiyyətlər vardır. İnşallah Allah Teala bizi həqiqi müsəlman və həqiqi möminlərdən qərar versin ki, bu haqları bir-birimizə qarşı riayət eləyə bilək inşallah. Vəssalamu aleykum cəmiyyən və rəhmətullahi və bərəkatuhu.